Allahsız da insan xoşbaxt ola bilməzmi? Baxın, necə xoşbaxt olur. Bu yaxınlarda maraqlandım. Gənclərin bir çoxsu antidepresan içir. Xəbəriniz varmı? Dünya üzrə maraqlandım. Dəqiq statistika aparmırlar, amma 20 milyard dollara yaxın hər il antidepresan satılır. Çünki yarada bilmirlər burada dopamin, serotonin, noradrenalin. Nə gücləri var, nə enerjiləri var, nə sevincləri var, nə dayanıqlıqları var stresə qarşı. Yıxılırlar həmən. İnsanın gücü yoxdur, çünki insanın Allahı yoxdur. Budda yazır ki, müdrik adamı bundan tanıyarsınız. Huzuru var, enerjisi var. Enerji nə üçündür? Xidmət üçün. Hardan alacaqsan o enerjini? O sənin beynində yaranmalıdır. Beyin də ancaq Allahı zikr eləyəndə onu yaradır. Xoşbaxt olur.